Bir car parking videosu hər kəs salamlayıram. Bu günlər car parkingdə Mercedes logosunu düzəltmək olar, onu göstərəcəm sizə. Bu arada 28 may müstəqil gününüz mübarək. O zaman keçək videomuza. Gördüyünüz kimi ilk olaraq təbii ki Mercedesimizi seçək. Facecam küçüldə. Buradan bir dənə Mercedes maşını seçək. Bunu seçək, yoxsa bir dənə Mercedes. Onu seçək də onda. Yoxsa bu logo oldu. Yəni logosuz maşın lazımdır bizə. Bunda logo var. Cəmdən Mercedes seçək bunu. Mercedes tırı seçək görəsən. Burada bir Mercedes maşını yoxdur. Bir dənə Mercedes sana deyib 4 göz. Bu da logo olmasa. Və bunun logosunu yapışdıracaq biz. Deyək onda bu. Bu logo olmuyor. Logo deyil. Gəlin başlayaq. Hazırsa keçək videomuza. Bunda logo var. Amma 5 dənə şeydir. Problem yoxdur. Damcı yavaş-yavaş edəcəyik hamısını. Görək, hardadır. Baxın buradadır. Önce bunları seçiyoruz. Və təbii ki biraz boz renk seçəcəyik. Onu yüksəldək belə. Biraz böyük edirəm, sonra kisildəcəm. Biraz lap qalın eləyək. Biraz üçün belə eləyək. Biraz dan çıxaraq. Elə onun adı nədir? HD logo kimi olsun. Yəni küçüldək, bunu qoyaqlar. O da küçüldür idi. Yoxsa yox. Yoxsa elə qara qalır. Biraz belə eləyək. İndi ortasına ağ rəngdə bir dənə küçük bir şey qoyuruq. Küçük deyirəm, kiçik demirəm. Küçük deyirəm. Buradan götürürük üç bucağımızı. Bir dənə qalsın burada. Belə eləyirik. Kiçildirik bunu da. Bax kameranın qabağı getdi. Görüm belə. Belə fırladaq biraz. Belə kiçildək. Kamera biraz geçsin o tarafa. Bunu böyle qaldıraq yuxarı. Böyle yumruğun içine qoymağa çalışıram. Biz yüksəldək. Əgər yadınızdadsa BMW logosunu düzəltmək oları çəkmişdim. Yine Mercedes'i düzəldirik. Ben biraz bunu böyüdüm. Tam bu 3 dənəsinin arasında olacaq. Ona görə rahat bunu düzəldək. Çox əyri olub elə bil. Yoxsa bunu çox gətirmişik bu tarafa. Belə. Bunu biraz böyüdək. Logodan qədər anlayışım yoxdur, amma yenə çalışdığım qədər yaxşı şeylər düzəltməyə çalışıram yəni. Yaxşı şeylər etməyə çalışıram. İndi bunu fırladaq belə. Əslində bunu biraz boz eləsək. Yaxşı, ağ qalsın elə. Fırladaq bu tərəfə qoyaq. Gördüyünüz kimi demək olar Mercedes logosu oldu. Bunu da biraz fırladaq bu tərəfə. Bunun kimi olsun. İkisi eyni olsun istəyirəm. İnşallah bəyənərsiniz videomuzda. Like atmağı unutmayın. Girək. Mercedes logosunu sonra başqa hansı loqonu yığmamı istəyirsə yorumlarda yazmağı unutmayın. Biraz fırladaq. Bu girək. Girək qəşəng alınsa. Demək olar Mercedes logosu kimi alındı. Önce bunu biraz fırladaq. İkisini yəni eyni eləməyə çalışıram. Olmağı nə oldu? İndi bunları kopyalayaq. Kopyaladıq. Boz rəng eləmək olmuram. Onda qalsın. Gəlin buradan boz rəng eləyək. Mənim barmağım niyə facecam üstün bağlayır? Əsəbləşdirməyək. Sonra əsəbləşirəm. Yüksəldə belə eləyək. Yani gedək. Tez gedək. Yoxsa bunu alaq. Daha kiçik idi elə bil. Yoxsa o birisi yaxşı idi. Bilsən desəm çıqqılı eləmək istəyirəm. O qədər çıqqılı olmur. Amma yenə də. Bunun tərəfi fırladaq. İndi bunun içinə qoyacaq. Üstünə deyəcəyim. İçinə qoyacaq bunu. Bunun içine koyduk. Bunu da fırladaq bu birisinin içine koyaq. Görək. Çox yek oldu belə. Bax tam belə. Tam belə. Amma birincisini çox kaydırmışıq. Biz bu tərəfə gətirək. Baxın belə.
Biraz da kölgəzada ekləyək. Bu zeyfa akan kimi eləyir elədim. Gələk kölgələndirmə biraz ekləyək. Əlavə edək, ekləyək. Görüm. Görüm necə olacaq. Çox getdi. Abi barmağım mazıq elədi məni bütün. Bütün videoda mazıq elədi barmağım məni. Fırladaq bu tərəfə qoyaq. Birinci bir şey yaradacağıq. Logo yığmağı da bilirik. Yəni. Bunu da bu tərəfə qoyaq. İncə bu tərəfə qoyaq. Və bu fırlana kimi sizə videoya like atmağı unutmayın. 2 saata fırlanacağım sizdə. Fırlandı, indi də bu tərəfə də qoyaq. Mercedes logosu. 18 dənə stikerə tamamladıq gördüyünüz kimi. Hamısını indi seçirik buradan. Qabağı yapışdırmaq olur. Biraz kiçildək. Çox kiçik olur. Yəqin ki belə olacaq da. Tam yerləşdirək, hafıza. Gördüyünüz kimi, yəni tam HD logo kimi görsəndi məncə. 10 üzərindən puanınızı yazın bu logoya gördüyünüz kimi. Tam belə yaxından gəlin, biraz yaxından incələyək. Ha, baxın belə. O qədər HD-dən uzaqdan baxanda HD kimi görsənir yəni. 10 üzərindən puanınızı yazarsınız. Videomuz bura kimidir. Dediyim kimi, belə videonun gəlməyi üçün abunə olub like atmağı unutmayın. Sağ olun, gələn videolarda görüşərik.